Ümumiyyətlə, evdar xanımlar hər gün axşama nə bişirim sualını axtarırlar. Həmçinin də evdə bişirdiyi yeməklərdən qazanmaq istəyirlər. Bişir məhz bu problemləri nəzərə alaraq yaranmış bir sosial şəbəkə formatında mobil tətbiqdir. Qadınlarla davamlı işləmək, onların içində olmaq, o problemləri davamlı müşahidə etmək, müşahidələrin nəticəsində içimdə bir istək formalaşmışdı. Artıq mən bu tətbiqi yaratmalıyam və ideya formalaşdı və belə mərhələli formada tətbiq artıq fəaliyyətə başladı. Girilər, qeydiyyatdan keçirlər, öz yeməklərinin reseptlərini paylaşırlar. Digər izləyicilər tərəfindən bəyənir, şərh, eyni zamanda hədiyyə düyməsi var ki, hədiyyə düyməsini qarşı tərəf göndərməklə ona virtual hədiyyə göndərir. Bu virtual hədiyyə də qarşı tərəfin balansına pul olaraq toplanır və limitə çatdığı zaman hesabından həmin pulu çıxarda bilir. İstifadəçilərdən geri dönüşlərimiz çox yaxşıdır. Yəni bugünkü gün bir evdar xanımın bir həftə içərisində, müəyyən müddət içərisində bişirdən qazandığı pulu paylaşması bizim üçün bu göstəricidir ki, yəni tətbiq işə yarayır və biz faydalı ola bilirik. Bişirin hal-hazırda inkişaf dövründədir və aktiv istifadəçi bazası 3 ay müddətinə 35K plus istifadəçi bazası formalaşıb artıq Azərbaycan bazarında və tezliklə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan bazarında da fəaliyyətə başlayacaq.